Bugün dedik ki, Azərbaycanda Novruzun sonuncu ilaxır çərşənbədə adlanan Torpaq çərşənbəsi qeyd olunur. Novruzun gəlişindən xəbər verən bu çərşənbə özündə nələri ehtiva eləyir? Xalqımız hansı ənənələri, mərasimləri yerinə yetirir? Sualları isə Zeynəb Nadirova elə folklorşünas vasitəsilə cavablandıracaq. Zeynəb, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, bugün ilaxır çərşənbə, Torpaq çərşənbəsi qeyd olunur. Ən sonuncu çərşənbə daha təmtəraqlı şəkildə keçirilir digər çərşənbələrə nisbətən. Əsasən axşam saatlarında tonqallar qalanır. Gündüz saatlarından başlanan mərasimlər isə gecəyə doğru daha da gürlaşır. Hansı adət-ənənələr həyata keçirilir? Bir sıra həm axşam saatlarında qulaq falına çıxılır. Qulaq falına çıxarkən ürəkdə arzu tutulur və hər hansı bir söz eşitdikdə əgər yaxşı bir sözdürsə artıq arzunun gerçəkləşməsi baxımından yozulur. Əgər mənfi bir söz eşidiriksə artıq belə düşünürük ki, arzumuz gerçəkləşməyəcək. Eyni zamanda bir çox fallar da həyata keçirilir. Axşam saatlarında qeyd elədiyimiz kimi tonqallar qalanır, tonqalların üzərindən atlanır və onda da arzu tutulur və tonqal artıq söndükdən sonra onun külü kənar bir yerə atılmalıdır. İnanclar budur. Başqa inanclar da var. Təbii ki, elə Bakı Dövlət Universitetinin müəllimi Ələmdar Cabbarlı ilə birgə məlumatları çatdıracağıq. Ələmdar bəy, elə ilaxır çərşənbənizi təbrik eləyirəm. Başqa hansı adət-ənənələ yadda qalır və necə keçirilir ümumiyyətlə Azərbaycanda? Buyurun. Çox sağ olun. Mən də sizi, bütün bizə dinləyicilərimizi, tamaşaçılarımızı təbrik eləyirəm. Azərbaycan xalqını təbrik eləyirəm. Bugün çox əlamətdar bir gündür. Torpaq çərşənbəsi qeyd olunur. Torpaq çərşənbəsi çərşənbələrin sonuncusudur. Məhz bugün torpaq oyanır, yeni həyat gəlir torpağa və sizin dediyiniz bir sıra adətlər tonqalın üzərindən atlanaraq arzular tutmaq, ürəyində qulaq falına çıxmaqla bağlı arzularımız var. Novruz bayramı, ilaxır çərşənbələri ümumiyyətlə bizim xalqımızın adət-ənənələrinin içində əsas yer tutur. Bizdə bayram deyəndə məhz Novruz bayramı demədən də, bayram sözünü işlədəndə ağla gələn ilk Novruz bayramıdır, ilaxır çərşənbələrdir və bunlar Azərbaycan xalqının, bütün Türk dünyasının qədim ənənələrindən qaynaqlanan bir mərasimlərdir və hətta Sovet hakimiyyəti illərində belə onu bizim xalqımızın şuurundan, beynindən çıxarda bilməmişdilər. Həmin dövrlərdə, xüsusilə 30-cu illərdə təqib və təzyiqlər olan dövrlərdə belə bizim insanlarımız bu mərasimləri ən yüksək səviyyədə keçirmişlər. Xüsusilə 70-ci illərdən Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanda özünü dərk prosesləri başladı, milli adət-ənənələrə qayıdış prosesləri başladı ki, Novruz bayramı da bu məsələlərdə çox önəmli yerlərdən birini tuturdu. İşğalda azad olunan torpaqlar. Mən o məsələyə gəlmək istəyirəm. Son 30 ildə bizim o tonqaldan atlanandakı arzular vardı. O arzuların ondan ibarət idi ki, bizim bu Qarabağ acımız, dərdimiz bitsin və o tonqallar Qarabağda qalansın. Qulaq falına çıxanda biz eşitdiyimiz sözləri torpaqlarımızın azadlığı kimi yozurduq ki, orada elə bir söz eşitək ki, biz onu elə yozaq ki, torpaqlarımız azad olunacaq. Artıq son 5 ildir ki, biz Torpaq çərşənbəsini, Novruz bayramını torpaqlarımızın azadlığı, suverenliyi şəraitində qarşılayırıq. Cənab Prezident artıq ötən il işğaldan azad olunmuş ərazilərdə, Talış kəndində, ondan əvvəl Şuşada tonqalı yandırdı və bütün bunlar bizə böyük qürur verir, fərəh verir. Buna görə biz Cənab Prezidentimizə minnətdarımızı bildiririk. Şəhidlərimizə borcluyuq, Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə borcluyuq və xalqımız bundan sonra ağrı acı görməsin, bütün çərşənbələrimiz mübarək olsun. Çox sağ olun. Bəli, Çinarə, artıq ilaxır çərşənbə ilə bağlı informasiyaları çatdırdıq. Artıq bugün torpaq oyanır, həm də əkin-biçin işləri də görülür bəzi rayonlarda, kəndlərdə. Axşam saatlarında tonqallar qalanacaq, süfrə bəzədiləcək. Biz də hər kəsin bayramını təbrik eləyirik. Elə burada yekunlaşdırıb sözü yenidən sizə ötürürəm. Təşəkkür edirəm Zeynəb, məlumatı bizimlə bölüşdüyün üçün. İndi isə manşetlərə baxacağıq, görək.